Doktor, yayda lasik etmək olar? Yayda lastik. Yayda lastik əlbəttə ki, etmək olar. Heç bir əks göstərişi yoxdur. Elə ölkələr var ki, orada həmişə yayda onlar yazıqlar neynəsin də ki, arasında Antarktida gedəndilər ki, əməliyyat olmasında. Əlbəttə ki, əslində birinci o əməliyyatlar, elə o refraktiv əməliyyatların banisi, belə deyim, atası o Jose Ignacio Barraquer olub, o da Kolumbiyadandır. Onlar da elə yayın istisində yaşayırlar. Baseyndə gözləri açmaq olarmı? Bəzi məqamları nəzərə almalıyıq biz. O da nədir? Birincisi, xlor çox vururlar baseyndə. Xlor da çox olanda o gözə biraz mənfi təsir göstərir. Yəni ki, xlorun müəyyən bir konsentrasiyası olmalıdır. O xlorun da konsentrasiyası, onu da heç kəs siz onu ölçmək çox çətindir. Siz gərək gün ərzində elə də ölçəsiz, baxasınız. Onun üçün o vacibdir. İkinci məsələ, kontakt linza istifadəçiləri qadağan edilmək hovuza. Çünki orada, yəni ki, linza olaraq 1-2 saat əvvəl ümumiyyətlə çıxartmaq daha məsləhət olardı. Çünki kontakt linza istər-istəməz yüngül sürtmə əmələ gətirir buynuz qışayına. Onu da sürtəndə, siz əlinizi bir saat bax belə sürtsəz, siz görəcəksiniz ki, burada artıq bunun üstünə, belə görməsəz də, biraz duz düşsə hiss eləyəcəksiniz ki, nəsə yandırır. Amma heç bir şey yoxdur. Amma yandırır. Nə görə? Deməli, mikrozədələr var. Həmin o mikrozədələr də buynuz qışada olur. O mikrozədələrdən də suyun içində olan mikroblar rahat keçə bilərlər buynuz qışaya. Buynuz qışada dumanlananda onu da demək olar ki, mümkün deyil açmaq, gərək artıq şey olsun. Bəs dənizdə? Dənizdə də bizim dənizdə. Bəli, bizdə. Hovuzda xlorlu suda varsa dənizdə görün nə olacaq. Okey, başqa. Hər dəfə düyməni basanda elə gedir o dənizə.